İnsanlar niyə intihar edirlər? Bu suala Dostoyevskinin qısa cavabı belədir. Çünki biz özümüzü heyvan kimi hiss eləmirik. Hərsənd elm və təbiət insana onun heyvan mənşəli və açıq ifadə etsək, təkamül prosesinin an etibarilə ən inkişaf edilmiş heyvan olduğunu əsaslı sübutlarla göstərir. Amma bu Ayn Rand, William Sumner, Herbert Spencer, Thomas Malthus, Friedrich Nietzsche və Max Stirner tipli sosial darvinizm istiqamətli mütəfəkkirlərin insanın vəhşi heyvana uyğun həyat sürməyə borcu olması haqqında psevdoelmi mövqelər irəli sürməsinə mane olmur. Və əslində daha yüksək əmala malik olmağa dair daxili hisslə vəhşi həyat tərzinə yeganə doğru və hətta layiqli olan xarici məcburiyyət arasındakı dissonans insana intihar etmək istəyinə bir növ vadar edir. Və İvan Karamazovun Dostoyevskinin ən məşhur personajlarından birinin bileti hörmətlə qaytarıram nidasını intihar istəyi kimi bir çox hallarda təsvir edirik. Bəs bunu eləmək nə dərəcədə doğrudur? İlk baxışda İvan burada həyatdan getməsindən yox, uşaqların göz yaşları ilə saxladığı səmavi səadətdən imtina etməkdən danışır. Və Dostoyevski öz personajlarını qafiyələndirməyi sevir. Biz hər yerdə əkizlərə, oxşarlara rast gəlirik. Və İvan Karamazovun Dostoyevskinin digər personajları arasında oxşarı Əcinnələr əsərindəki Kirilov personajıdır. Dostoyevskinin Kirilovun intiharının zərurliyini əsaslandırmaq üçün istifadə etdiyi argument əslində təəccüblü şəkildə İvan Karamazovun qaytarılan biletlə bağlı qənaətini xatırladır. Və Kirilov intihar eləyəcək, çünki bu özünə və insanlara Tanrının olmadığını, özümüzə hamımızın Tanrı olduğumuzu sübut etməyin yeganə yoludur. Bəs onun sübutunun gücü nəyə əsaslanır? Söhbət yalnız ölüm, ağrı və cəza qorxusuna qalib gəlməkdənmi gedir? Yox, təbii ki, yox. Kirilovun argumentinin bütün sarsıdıcı gücü intiharın insanın Tanrının əsas hədiyyəsi olan həyatdan imtina eləməsidir. Və burada bunu dırnaq içərisinə almaq lazımdır. Çünki həyatdan imtina Tanrının hədiyyə verərək insanı özündən tabe hala gətirdiyi düşmən xislətli gücdən imtina etməyə çox bənzəyir, hətta ona bərabərdir. Və Kirilov Karamazovun bileti qaytarmaq arzusunda olduğu kimi onu Tanrıya dırnaq arasında qaytarır və İvan Tanrının vəd elədiyi harmoniyanı dünyada tapmadığı üçün Tanrıya inananlar ordusunu tərk edir. Kirilov isə daha da irəli gedir. O Tanrıdan buna görə imtina edir ki, yalnız bu aktın özündə, yəni harmoniyanın mümkünlüyünü hiss edə bilir. Və beləliklə də İvan Karamazov intihara daha yaxındır. Onun imtinası Kirilovun nikbinliklə dolu radikal jestindən fərqli olaraq heç bir gələcək perspektivi nəzərdə tutmur. Kirilovun isə başqa bir diqqətə layiq argumenti də var. İnsan bütün yer üzündə yaşayanların ən alisidir. Yer üzündə yaşayan ən ali varlıqdır. Amma təbiət qanunları insana aman vermir. Öz xilqəti, öz xisləti ilə onu öldürməyə çalışır. Və bundan belə nəticə çıxır ki, planetin qanunları insana yaddır. Şeytanlar isə sadəcə zarafatdır. Hətta Kirilov deyəsən Descartes-ın irəliləməyə cəsarət eləmədiyi yola dönür. Yəni Descartes-ın bütün fəlsəfə konstruksiyası və nəticədə Avropa rasionalist fəlsəfəsi Tanrını aldatmağa qadir olmadığı, onun yaratdıqlarının isə sadəcə bir zarafat ola bilməyəcəyi buna dair bir fərziyyə əsaslanır. Və Kirilov bundan şübhələnməyə imkan yaradır. İddia edir ki, bütün planet yalandan ibarətdir. Yalan və axmaq istehza üzərində dayanır. İvan Karamazov da Kirilovun yolu ilə gedərək düşünür ki, insanlar Tanrının vəd elədiyi ölümdən sonraki harmoniyanı çox yüksək qiymətləndirirdilər. Ora daxil olmaq üçün həyatımızdan bu qədər ödəyə bilmərik. Və Marksist fəlsəfə, dialektik materializm nöqteyi nəzərindən İvan Karamazovun Kirilovun intihar, ilahi harmoniyadan imtina və bütün bunlarla yanaşı ədalətsiz dünya nizamına etiraz haqqında fikirlərinə yadlaşma, tarixi materializm və insanın şuurunun sosial şərtlənməsi prizmasından da təbii ki, baxa bilərik. Bunu eləyən zaman biz nə ilə qarşılaşacağıq? Bu da növbəti bir sualdır. Və əslində materialist interpretasiya ilə yadlaşma, eksistensial etiraza nəzər salsaq, Karamazovda, Kirilovda fərdi nümunələrdə yadlaşmanı metafizik formada bizə göstərmirlər. Sosial-iqtisadi xarakter daşıyır onların bu intihar istəyi. Və İvan öz harmoniya biletindən ona görə imtina edir ki, bu biletdə vəd edilənlər günahsızların
əzabları üzərində qurulub. Və təbii ki, bu bizə Marksın burjua cəmiyyətin əzablarına tərəqqi və sivilizasiyanın mücərrəd prinsiplərindən bəraət qazandıran işçi sinfinin istismarı üzərində qurulduğu barədə tənqidi xatırladır. Həm Kirilov, həm də Karamazov hər iki personaj onlara əhatə edən cəmiyyətdə yaddaşımını iki əsas formada dərhal biz silahlanmamış gözdən sezə bilirik. Bunların birincisi əməyin məhsuluna yadlaşmadır. Bu kapitalizmdə insanın öz əməyin nəticələrindən uzaqlaşdığı kimi, İvan da ədalətsizliyə əsaslanan vəd edilmiş harmoniyaya özünü yad hiss edir. İkinci yadlaşma forması isə insan mahiyyətinə yadlaşmadır. Və Karamazov dərk edir ki, istirab və ədalətsizlik insan təbiətinin özünə ziddir. Amma o dünyanı dəyişdirmək üçün mübarizə aparmaq əvəzinə bir növ Camus'dan bizə tanış olan metafizik etiraza keçir və bu etiraz passiv, idealist xarakter daşıyır. Çünki azadlıq uğrunda real mübarizə dünyadan imtina eləməyi yox, onu inqilabi şəkildə dəyişdirməyi tələb edir. Kirilov və Tanrının inkarına materializm metafizikaya qarşı mövqeyi prizmasından yanaşmaq da olar, təbii ki. Və Kirilov iddia edir ki, intihar Tanrını inkar edən radikal bir hərəkət və insanın muxtariyyətinin sübutudur. Hərçənd Marksist materializmdə fövqəltəbii olana inam əbədi həqiqət deyil. İctimai tarix şəraitin məhsulu kimi göründüyü üçün Tanrı məsələsi öz-özünə bu prizmadan çıxarılır və Kirilov bütün planet yalandır deyən zaman bu din və əxlaq kimi hakim ideoloji konstruksiyaların mövcud hakimiyyət formalarına haqq qazandırmağa xidmət elədiyini anlamaq kimi şərh oluna bilər. Bununla belə onun fərdi özünü məhv eləməkdir, ictimai quruluşu dəyişə bilməz. Marks yazırdı ki, din məzlum varlığın ahıdır. Qəlbsiz dünyanın ürəyi ruhsuz əmirlərin ruhudur. O, xalqın tiryəkidir. Amma Marks bunu da vurğulayırdı ki, dindən qurtulmaq ayrı-ayrı özünü məhv əməllərindən yox, yalnız yadlaşmanın sosial-iqtisadi səbəblərini aradan qaldırmaqla mümkündür. Passiv nihilizm dialektikası və tənqidini versək, vurğulamaq yerinə düşər ki, dialektik materializm əslində passiv inkarı yox, reallığın aktiv şəkildə transformasiyasına, dəyişdirilməsini tələb edir. Və Kirilov Tanrının həyatı inkar edir, lakin subyektiv idealizm forması olan fərdi məntiq çərçivəsində qalır. Və əsl azadlıq həyatın inkarında deyil. Əsl azadlıq zülmə qarşı kollektiv mübarizə ilə onu dəyişdirməkdədir. Proletar inqilabı ədalətsizliyə qarşı fəal hərəkət kimi yeganə effektiv vasitələr olmalıdır. Mübarizə dialektikası isə zalımla məzlum arasındakı ziddiyyətin həyatdan imtina etməklə yox, istismarçı sistemlərin məhvi ilə həll olunmasındadır. Və Karamazov uşaqların əzabları üzərində qurulan harmoniyanı rədd edir. Amma onun argumenti, onun irəli sürdüyü məqam əxlaqi cəhətdən düzgün olsa da bu din əxlaqının, fədakarlığın materialist tənqidi deyil. Bu istənilən halda idealist etika müstəvisində qalan bir mövqedir. Və əxlaq cəmiyyətin maddi şərtləri ilə müəyyən olunur. Uşaqların istismarı metafizik problem deyil, bu ədalətsiz iqtisadi quruluşun nəticəsidir. Emansipasiya isə yalnız cəmiyyətin əsasının dəyişməsindən, bazisinin, iqtisadi quruluşunun dəyişməsindən mümkündür. Varlıqdan imtina etməklə buna nail olmaq mümkün deyil. Nəticədə İvan Karamazov və Kirilovun etirazları onların fərdi fəlsəfəsi, fərdi dünya görüş çərçivəsində məntiqlidir. Hətta bu bütün digər burjua ideologiyalar səltənətində onların təqidi kimi görünən bir yanaşmadır, onların tənqididir. Amma və lakin belə etiraz aqnosizm kimi passivdir, nəticəsizdir. Aqnosizmi buna görə tənqid edirik. Beləliklə də idealist paradigmanın çərçivəsində digər yanaşmalara müqəddəs bir müharibə elan edən mövqeləri ideallaşdırmamışdan öncə onların mahiyyətinə varmağa çalışmaq bizi dünyaya çəhrayı eynəklərlə baxmaqdan qurtara bilər. Əsl biletin qaytarılması isə həyatdan imtina eləməkdə deyil, yadlaşmanın, ədalətsizliyin səbəblərinin aradan qalxacağı cəmiyyətin inqilabi transformasiyasındadır. Və bundan vacib heç nə yoxdur.